Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayət. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıq. Bu qanlı faciədən sonra biz Azərbaycanın hər bir düşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu vətənin evladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Bütün azad edilmiş torpaqlarda geniş quruculuq işləri gedir. Xocalı soyqırımı isə heç vaxt xalqımızın yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.